Salam uşaqlar, başlayaq. Deməli, dəqiqə. Harda qalmışdıq, davam edək. Set mode, set map. Ekrana ağ eləyim. Belə bəlkə. Hə. Yadımıza salaq. Sonuncu dərsən keçmişdik. Kodumu dən əvvəlini buradan götürüm. Dinən. Bax, mobil gün. Set mode set keçmişdik. Nə idi? Set mode set ədədlərini hansı qaydada saxlayırdı? Set ancaq bir də, amma multiset neçə də var. Hə, yəni bunlar ədədləri hansı qaydada saxlayır? Sortlanmış qaydada, sıralanmış. Əlavə eləmək hansı əməliyyat idi? I ilə başlayırdı. Insert. Insert, aha. Yəni nümunə olaraq bəzilərini yazdım. Tutaq ki, 9 2 8 5. Multiseti nə ilə gəzirdik? For yazanda necə for yazırıq multiseti gəzmək üçün? 2 nöqtə falan yazırdıq, belə. Kimi yazılır? Bax, belə yazılır. Buradakı i indeks olar, yoxsa ədədin özüdür? Əgər belə gəzirəmsə. İndeks deyil bu, birbaşa elə ədədin özüdür. Sizcə hansı ədədləri verəcək bu? Hansı ardıcıllıqla verəcək, yəni elə ardıcıllığıdır. Ədədlər görsənir onsuz da. 2, 5, 8, 9. 2, 5, 8, 9. Aha, 5-i bir dənə də yazsam nə olar? İndi neçə verəcək? 2, 5, 5, 2, 5, 5, 2, 5, 5, 8, 9. 2, 5, 5, 8, 9. 5-lərdən 2 dənəsinin hamısını yazdı, çünki multisetdir deyə. Sonra ölçü nə ilə tapırdıq? Neçə dənə element olduğunu multisetdə? Size. ms.size. Mən size. Aha. 5-in sayını ilə tapırdıq. Say nədir ingiliscə? Sayını 5. Count. Count. Yes, count 5. 5-in sayını tapırıq. Amma saymaq üçün dedik, multisetin yerinə bu gün keçəcəyimiz bir şeydən istifadə edəcəyik. Bu gün map keçəcəyik, ondan istifadə edəcəyik saymaq üçün. Tamam. Countdan sonra silmək nə idi? Məsələn, 5-ləri silmək istəyirəm. Nə istəyirəm? Erase. Erase. ms.erase 5 yazsam. Bu bütün 5-ləri silir, yoxsa 5-dən bir dənə silir? Hə? Tam işləmədim də, kim nə dedi? Ben bir daha. Bax, erase find olmadan yazsam. Birində find-la yazırdım, birində belə. Belə yazanda Erase. hamısını silər, yoxsa bir dənəsini silər? Bax, iki Ben dənə bir şey daha. yazıram. Hansı? Ben de hamısını seçtim. Hə, birinci hamısını silir, bu hamısını silir. Bu isə bir dənə 5 silir, yəni bir dənə 5-i silir. Amma burada gərək belə bir şey yazsanda 5 varmı? Ms find. Əgər 5 olmasa hansı nə olurdu bu? N'də bərabər eləyir. Aha. Əgər bu enddən fərqlidirsə, onda 5 var da, düzdür. Çünki find tapılanda onun mövqeyini tapır, indeks deməyim, iteratoruna. Amma olmayanda end olaraq başa düşür. Olmayanda end olaraq başa düşür deyə. Onda yazsan ki, əgər varmı? Varsa onda sil 5-dən bir dənə. Amma ms erase 5 yazsaq, məndə 5 olmasa erase neyniyər? Gedib axtarır, 5 yoxdur və heç nə silmir. Burada error olmaz, yəni proqram yenə düz işləyər. Amma burada 5 olmasa sən 5-i silməyə çalışsan, səhv olar. Ona görə gərək bu if-i yazasan. Aydındır, find neyniyir? 5-lərdən birini tapır. Yəqin ki, ən əvvəldə olan 5-i tapacaq. Yəni də fərqi yoxdur bu 5-i silsin, ya da bu 5-i silsin. 2-5-in hər hansı birini silsin, yəni də 2, 5, 8, 9 qalacaq da. Amma erase ədədin özü yazsam, bütün ədədlərin hamısını silir. Erase ədəd yazanda hamısını silir, find-ına yazanda bir dənəsini silir. Mən məsələn,
Həmin ədəddən 3 dənədir tutaq ki, 5-dən 3 dənədir. İkisini silmək istəyirəmsə, necə silərəm? İkisini silmək istəyirəmsə. 3 dənə 5-dən ikisini silmək istəyirəmsə, necə silərəm? 2 dəfə MS find verərik. Aynı sual. 2 dəfə MS erase find verirəm. İndi düzdür, o birisi üsulda var. Erase elədikdən sonra bir dənə də insert eləyim, o da ola bilər. Amma ən yaxşısı 2 dənə erase find verib 2 dənə silərəm. Hə. Yəni bir dənə silir deyəndə o deməkdir ki, sən hamısını yox, müəyyən qədərini silməyə çalışsan, nə ilə silməlisən? Bunlarla da elə bil ki, 1-1. İndeks var idi multisetdə. Məsələn, multisetdə belə bir şey var. Yoxdur indeks. Multisetdə indeks yoxdur. Multiseti, bax, belə gəzmək olmur. Belə gəzmək, bax, demək ki, tutaq ki, MSI. Belə imkanı yoxdur multiseti gəzməyin. İndeks yoxdur multisetdə. Setdə də indeks yoxdur. İndeks deyirəm, ha. Buradakı I indeksdir. Altdakı I indeks deyil. Ədədin özü də altdakı. Mənim, bəs siz başlanğıcda yazırsınız, include. Include nə üçün lazımdır? Və ondan sonra yazırsınız iOS base. Hadi yazıram. Burada. Bu iki sətir. Bu iki sətir giriş çıxışı sürətləndirmək üçündür. Bunu Bəs deyir. include nə üçün yazmaq Include? lazımdır? Include deyəcək, include C++-ın özündə lazımdır. Bunu yazmasan proqram işləmir. Kitabxanasıdır, bunu mütləq yazmalısan. Hə, bir şey var. Sən əgər iOS-əm yazırsansa, include, bax uşaqlar, kodu açanda bu gəlir də. iOS-əm, belə yazılır da, include iOS-əm. Belə yazanda ki, set üçün bunu yazırsan, include set. Ümumiyyətlə, iOS-lə işləmə, bax bundan işlə. Birbaşa bit STDC ilə işlə. iOS-əmdə bütün kitabxanaları yoxdur. Məsələn, burada bunun içində riyazi əməliyyatlar, vektorlar, set, multiset, bunlar yoxdur da. Ona görə də algoritmlər yoxdur. O hazır algoritmlər var, sort kimi. Elə sort reverse. Ona görə iOS-dən yazma, nə yazacaqsan bit STDC yazacaqsan. Yəni bunu unutmayın, bit stdc++.h bütün kitabxanaları öz üzərində toplayır. İçində var bit STDC-nin sənə lazım olan hər bir şey. Yəni təzədən include dəyişdirməyə heç bir ehtiyac yoxdur. Bir dənə bunu yazırsan, bütün include-lar aiddir artıq içinə. Yəni qısaca desəm, bu sətri əzbərlə də, buranı əzbərləmək lazımdır o şey. Proqrama lazım deyil sizin üçün, bu sürətləndirmək üçündür. Qalandakı, yəni mən kodun əvvəlini belə olaraq yazıram adətən deyə belə. Daha sürətli kod olsun deyə, int long. Elə o kodun üzərində dəyişiklik eləməyə çalışdım. Deməli, indeks yox idi multisetdə. Sonra nə deyirdim? Ən kiçik elementini tapmaq istəsəm, necə taparam ən kiçik elementi multisetdə? Hə? Mən minimumdan MS. Yox, minimumdan demirəm. Bir də gəzməyim də. Ən kiçik element əvvəldə olur, yoxsa axırda olur, elə. Əvvəldə olur. Yəni, begin Həm yoxsa birinci ədəd, ən kiçik ədəd olur. begin. Bax, Mən beginlə olur. aha düzdür. Bax, begin yazanda MS begin bir şey deyim. Var bizdə indeks, multiset indeks yoxdur amma. Sonra var ədədin özü, var da ki bu iterator deyirlər buna, yaddaşda belə saxlanılır. MS begin bunun elə bil ki elə belə adıdır, amma oradakı ədədin özü ulduzla bilinir. Yəni bura ulduz yazmasan, siyahut MS begin yazsan verməyəcək ədədin özünü. Ədədin özünü bilmək üçün ulduz MS begin yazmalısan. Buradakı ulduz begindəki value-nu verir. Value nədir? Begindəki tam ədəddə, yəni. Belə yazanda ən kiçik ədədi tapır. Ulduz MS begin gedir ən kiçik ədədi. Burada hansı ədəd tapacaq? Hansı tapar? Nə oldu? Yatdınız? 2-ni tapacaq da. Baxaq, ulduz MS-begin nə edir? MS-begindəki ədədin özünü tapır. MS-begin vermirsən siyahuta. MS-begin özü ədədin özü deyil. O başqa şeydir. Başqa şey dedim ki, bir dənə yoxlayıcı olar, nəsə error verər hətta. Buna bax, belə deyirlər. Dediyim söz var, iterator. O, yəni, proqramda başqa şey olaraq hətta saxlayır. Onu yaddaşda saxlamaq üçün. Bunu yaddaşda, proqram öz yaddaşında MS-begin olaraq yadda saxlayır. Amma ulduz olaraq yazsan, həmin yerdəki ədədin özünü tapırsan. Ulduz mütləqdir. Begin yazanda, nə bilim,
Bəs ən böyük elementi tapanda necə taparam? Ən kiçiyi ulduz MSB-gindir, ən böyüyü nədir? MSN çıxılsın 1. Hə, MSN çıxılsın 1. Belə deyərdim. Bax, ən böyük elementi belə tapmaq olar. MS Erbigin də var. Erbigin sağdan başlanğıc elementi. Erbigin budur, bax, gözlə. MS Begindir. Gedir. MS Erbigindir və MS Enddir. MS Enddən bir vahid əvvəlki element. MS Enddən bir vahid əvvəlki element. MS Erbigindir. MS end yəni ki bitir. End bax budur, məsəl üçün Bitmir. 2, 5, 5, 8, 9. Burada begin hansıdır? 2'dir. Begin 2'dir. Enddə 9. Yox, end 9 deyil. En 9'dan sonraki. 9'dan sonrakıdır. 9'un özü Erbigindir. Erbigindən sonraki enddir. Elə bir ki, end minus 1 Erbigindir. Erbigini bilməyə ehtiyac yoxdur. Erbigin budur, elə bir ki, sağdan başlanğıc element. Sağdan başlanğıc element hansıdır? De budur, reverse qaydada. Axırdan tərsinə qaydada başlanğıc element budur. Amma end isə end sonuncu elementdən sağdakı elementdir. Necə yəni sonuncu elementdən sağdakı elementdir? Yəni burada da bir ki 9-dursa, 2 5 5 8 9-dursa, end budur. 9-dan sağda. İndi orada heç bir şey yoxdur. Elə deyilir. İstər vektorda olsun, istər setdə, istər multisetdə həmişə belə olur end. Ya Erbigin belə yazılsan, ya da ki ikisindən birini, ya da ki bax bunu. Çıx, ms end. Bu nə deməkdir? Çıx, ms end. MSN-dən bir vahid qabaqçını. Bir vahid qabaqçının ədədini tap. Nə biçim fikir istəyəndə bir vahid qabaqdırsa, əgər çıxdı onda bir vahid azaltmaqdır. Hə, elədir. Amma bir şey deyirəm. Sizsə bununla gözləyin. Bundan bax, bunun fərqi nədir? Və kim deyə bilər o? Deyə bax, bu ikisinin, bu iki sətrin fərqi nədir? Çıx, MSN, MSN çıx. Fərqi var. Yəni biri orada MSN-din özündən çıxır, amma biz orada multisetin özündən çıxmalıyıq. Yəni oradakı ədədlərdə. Yəni amma o siz MSN yazmışsınız 9-dan sonra onu bir vahid azaldır. İndi gəl yoxlayaq dəqiq. Sonra da baxın deyəcəm indi. Bir vahid geri aparır biri, amma o birisi ədədin özündən çıxır. Baxaq görək, necə dediniz? 2 5 5 2 9 9 6. O 6 dedi ya. Bu da 8 demədi ki. 6 dedi. Bax bu düzdür. Burada 9 verdi. Burada niyə 6 verdi? 9-da siz deyən kimi 8 verməli idi, düzdür? Bax söz deyirəm. Bax bu düzdür. Amma altdakını yazma. Niyə altdakını yazma? Çünki bax bir sənə deməkdir. O deməkdir ki, çıx MSN odur ki, birinci MSN indi bir vahid azalt. MSN-də bir vahid azalsan hansı olur? 9 olur. Bax MSN burada da bir vahid əvvəlki element hansıdır? Enddən bir vahid əvvəlki element 9-dur. Bax 9-u ver çıxışa. Amma bu deməkdir ki, MSN-dəki elementi bir vahid azalt. Ulduz MSN yazmışsan bax. Bu deməkdir ki, MSN-dəki elementi bir vahid azalt. MSN-dəki element nədir? MSN-də element var? Yoxdur da. Yəni MSN-də element olmadığı üçün. Yəni yuxarıdakını yaz, bunu yazma. Bunun Mənim orta MSN-dəki 9-dan sonradır. bax bir dənə bir nümunə deyəcəm. Ondan daha yaxşı başa düşə bilərsiniz. Y bərabərsə 5-dirsə, int x bərabərdir. Y plus desən, siyahut x neçə verər sizcə? Hə? Mən 6. Başqa kim nə demək istəyir? 6 verər uşaqlar. Bəli, mənim 6. Amma niyə 5 verdi? Hə 6 deyirdiniz. Hanı? 6-nı qoydunuz. 5 dedi. Niyə sizcə? Amma belə yazsan, plus y yazsan, bax bunda 6 verəcək. Deməli bir şey başa düşdük. Əgər y yazanda 5 verirdi, bax belə yazanda. Amma x bərabərdir plus y yazanda, ha bunda 6 verirdi. Sizcə nəyə görə?
Çünki bax deyirəm nə üçün bax. Diqqətlə baxın. Burada int x-i y-ə bərabər eləyir. X-i y-ə bərabər elədikdən sonra y-i artırır. Bu deməkdir ki, x-i y-ə bərabər eləyir, sonra artırır. Elə ki, x-i 5-ə bərabər eləyir, amma y-in qiyməti 6 olur. Bax, gör nə göstərəcək. Deyəndə neçə verəcək? 5, 6 verəcək. Koda bax. 5, 6. Mən bura nə yazmışam? Int x bərabərdir y++. Amma çıxışa niyə 5, 6 verir? Çünki x-i 5-ə bərabər eləyir, sonra y artırır. Birinci bərabər eləyir, sonra artırır. Amma plus-plusu əvvəldə yazsam, birinci neyiniyər? Bərabər eləyər, yoxsa artırar? Əvvəldə yazanda plus-plusu. Artırar. Artırar. İndi artırar, sonra bərabər eləyər. İndi 6, 6 olacaq. İstədiyimiz də budur. Əvvəlcə də artıram, sonra bərabər eləyim. Ona görə burada da həm məntiqlə. Əvvəlcə MSN-dən bir vayd çıxım, sonra oradakı elementi tapım, düzdür? MSN-də bir vayd əvvəlki elementi tapım. Mən burada ulduz MSN-dən, elə ki, MSN-dəki element nədir? Orada özündən ədəd atıb MSN-dəki elementə. Həmin elementi bir vayd azaldıb indi o. Qısaca desəm, nə etmək lazımdır? Belə yazanda birinci əməliyyat eləyir. Əməliyyat dediyim elə ki, toplama çıxma əməliyyatına. Sonra bərabər eləyir. Birinci bu əməliyyat eləyir, sonra bərabər eləyir. Amma bu plus toplamaları ya da çıxmaları sağda yazanda birinci bərabər eləyir, sonra əməliyyat eləyir. Yəqin anlada bildim, hə? O tipli bir şeydir. Yaxşı olar ki, yəni belə yazma, ümumiyyətlə belə yazma da. Yazmaq istəsən gərək ayrıca yaz. Y++ int x bərabərdir y yaz. Elə daha yaxşıdır başa düşmək üçün. Hə. Yəni onun fərqini dedim. Bu da onun üçün bir şey. Ya MS n-1 üçün altdakı yox, yuxarıdakı düzdür. Deyə bu düzdür. Çıx MSN. Gərək çıx əvvəldə yazsan. Axırda yazında səhv olur. Ya da ki erbigin yazırsan. Ya erbigin ya da ki MSN. Erbigin isə n-dən bir vayd əvvəlki elementdir. Elə yəni deyə bunun özü. Hə. Sonra nə idi? Yadına baxın, nə keçmişdi? Hə, boş olduğu empty falan idi. Bu vektor idi o, heç başmaraq. Evet, hə, hamısını dedik də, empty boşdur dedik. Qalandakı erase demişdik, count to find. Tamam. Setlə multisetin əsas fərqi nə idi? Multisetlə setin əsas fərqi nə? Müəllim, multiset əgər 5-i 3 dəfə yazsaq 3 dəfə götürür, amma setdə 3 dənə 5 yazsaq belə yenə birini götürəcək. Ay sağ ol. Setdə hər ədəddən ən çoxu bir dəfə götürə bilər. Aydındır. Müəllim, multiset həm də sortlayır da özü. Bəs set neyini? Set sortlamır. Set də sortlayır. Set də sortlayır, multiset də. Set həm sortlayır, həm də ki, hər ədəddən bir dənə saxlayır. Hər ədəddən bir dənə saxlayırsa, fərqli ədədlərin sayını necə tapa bilərəm? Masivdəki fərqli ədədlərin sayını. Nəyə yığaram? Multiseti yoxsa setə? Setə müəllim. Setə yığarıq. Setə yığıb setin sayısını verirəm, düzdür. Bax, siləndə bəs nə olur? Set yazsam, erase ilə find'ın bir önəmi qalır, fərqi. Onsuz da 5-dən nə qədər olacaq? 5-dən bir dənə olacaq deyə set yazanda təkcə erase olur. İstəyini mənə bilir. Set yazanda count'un qiyməti neçə ola bilər? 2 ədəddən biri olacaq count'un qiyməti. Ya olmayacaq, ya da ki olacaq. Hansı ədədlər olacaq? 0 ya 1. Ay sağ ol. Hə, qəbul eləyək uşaqlar. Yeni mövzu keçirəm. Diqqətlə qulaq asın. Adı mapdir. Map ingiliscə xəritədir, yəni onun buna dəxlisi yoxdur. Map nə üçün istifadə olunur? Demək olar ki, məsələlərin 80-90%-də saymaq üçün istifadə olunur. Necə yəni saymaq üçün? Məsəl üçün, int yaza bilərəm, bura string int yaza bilərəm. İndi belə bir şey deyək. Adına m deyim. Mapdir də adı m. İndi birinci özümdən başlayayım. Tutaq ki, Salih yazıram, bərabərdir 21. Hamının öz yaşında tutaq ki, bir-iki adamdan soruşun. Bir nəfər özünün adını desin və yaşını desin, yazım onu da nümunə olaraq. Nail. Hə, neçə yaşı var Nail? 11. 11. Sonra başqa, digər 11 yaşı olmayan, 11 yaşı olmayan başqa biri deyə bilər. 12 ya da ki. Ya da özümdən ədəd atıram. Yaxşı, yox, 11 yaşı olan da deyə bilər. İbrahim 13, İbrahim də yazaq.
Şey. Vahid 12. Mehman 12 yazın. Mehman 12 Vahidə yazın. Eyb yox. İko 2-dən 12 olsun. Daha da başa düşür. Burada tutaq ki, başqa eyni adlı oxşar adamlar var. İkisi eyni addan yazardım. Zin. Bir şey axtarım. Nə? Hə. Fərid 9. Fərid, hə. Bir dəqiqədə gözləyin. Eyni addan 2 dənə bir şey deyim. Evet dedim. Bir dakika sabırlı ol. Ferit 14. He. Olsun. Hə. Mən çaşdım 9 yazdım. Mən Yox 9 da olsun 14 da olsun. Xoşuma gəldi. Qoy belə qalsın. O 14 yazan birisi Fərid idi. Eyb yox. Qoy qalsın belə. Hə. Özüm bilirəm nə edirəm. Yaxşı. Bax bu bilsən nə deməkdir? İndi elə belə nümunə olaraq yazdım. Adı və yaxşı da. Burada bax nə yazmışam? String int. String dediyim bu indeks deyirlər. Bura massivdə buna indeks deyirlər də. İndeks yerinə string yaza bilər. Heç belə bir şey görmüşdünüz indiyə qədər. İndeks yerinə string yazsın. Yox. İndeks yerinə nə yazırdıq indiyə qədər? 0, 1, 2, 3. Necə deyirlər? Rəqəmlər və ədədlər də, hə. Amma bura string də yazmaq olur. Belə yazsan, string int olaraq yazsın. Hə. İndi map-i necə gəzirlər? Map bax, buna map-i pair olaraq deyirlər, cüt. Cütün birinci tərəfi nədir? Stringdir yoxsa intdir birinci tərəfi cütün? Stringdir. İkinci tərəfi də intdir. Cüt ikincisi pairdir. Pair. Cüt. İndi belə gəzirlər. For pair string int. Bax pair nədir burada? Cüt də yəni. First tərəfi. First nədir? Birinci tərəfi budur. Second tərəfi budur. Birinci tərəfi tapmaq üçün yazırsan 2 nöqtə bax. Birinci tərəfi tapmaq üçün yazırsan nöqtə first. I nöqtə first. İkinci tərəfini necə taparsan? I nöqtə nə? Birinci budursa ikinci nədir? I nöqtə first. I nöqtə nə? İngiliscə ikinci nədir uşaqlar? and finish. Yox, ikinci nədir ingiliscə? İngiliscə ikincisi. Second. Baxa görə nə verir? Bax, bilirsiniz bu necə sortlayacaq? Birinci özümüzdə ya, sonra baxa görə cavab düzdür ya səhvdir. Bax, hər addan bir dənə yazacaq. Hər addan bir dənə yazacaqsa, kimin adlarından 2 dənədir, amma birini yazar? Kimin adından 2 dənədir burada? Fərid. Fəriddir. Amma ondan bir dənə yazacaq. Bir dənə yazsa sizcə, Fərid bərabərdir 9-u nəzərə alır, yoxsa Fərid bərabərdir 14-ü nəzərə alır? Massivdə bir ədədin indeksini dəyişəndə Məndə 9-da o birisi Fəriddə də 14. İndi səni incimə burada hansı nəzərə alır? 9 yoxsa 14-ü? Ən sonuncu. Niyə? Sən deyə 9-u nəzərə alır. Ya 14-ü nəzərə alacaq. Niyə 14-ü deyirəm? Çünki massivdə indeksi dəyişəndə ən son olanı nəzərdə saxlayır, düzdür? Məsəl üçün yazırsan ki, A0 bərabərdir 7. A0-ın əvvəlki qiyməti 3 idisə, indi 7-yə bərabər elədinsə, hal-hazırda qiyməti 3-dür yoxsa 7-dir? Bu əməliyyatdan sonra. 7. 7-yə bərabər. Yəni ən sonuncu qiyməti, düzdür? Onda Fəridin qiyməti nə olar burada? 14 olar. 14 olar. Bilirsiniz necə yazacaq bu? Ada görə sortlayacaq. Ada görə sortlasa, əlifba sırasına görə, əlifbaya görə adları düzün. Birinci hansı gəlir? İbrahim gəlir, hə? I. Yoxsa yox? F gəlir Fərid. Düzdür? Ada görə sortlasaq, jurnalda kimin adı birinci gələr? Adları görə, hə? Fərid. Bax, yazıram. Burada indi ə yazmışam. Ola bilər ki, proqramda yazın. Proqramda C++-da səhv ola bilər deyə. Hə? Fərid. Sonra yanına 9 yazar, 14 yazar. 9. Fərid deyirəm, incimə. Amma 9 yazmayacaq. Hə.
14 yazacaq. Yəqin xətrinə dəymədi niyə 14 yazsın. Çünki deyirəm ki, sonuncu nəyi dəyişibsə onu yazacaq. Sonuncu olaraq. Çünki fəridi sən 9-a bərabər elədin, sonra gətirib 14-ə bərabər elədin. İndi 14 yazdı. Sizcə ikinci fəridi yazar ya yox? Mən dedim hərəsini neçə dəfə yazar? Bir dənə yazar sözlərdən. O da ikincisini yazmayacaq. Sonra kimin adını yazar? Bir dənə baxın. Əlifbaya görə kimdir? İbrahim olar yəqin, hə? Bəli, İbrahim dedi. Səhv eləsəm deyin. Çünki yəni səhv deməyək də bunu. İbrahim yanına nə yazar? Hansı ədəd? 13 yazar. Ya, 13. Sonra əlifbaya görə kimdir? Bir dənə də özünə... Mehman. Hə, bir özünə bir şey əlavə eləyim. Tutaq ki, Zeynəb deyim burada nümunə olaraq. Bunu da deyəcəm. Tutaq ki, bunun da 18 yaşı var. 18 deməyim, gözlə. Bunun da 8 olsun. Qoy 8 olsun nümunə olaraq. Hə. Sonra Mehman da burada, hə? Vuy deyil. Yox, Mehman da düzdür, hə, düzdür. Mehman yanına yazar 8. Yox, çaş demək. 12. Sonra kim olar? Nail olar. Nail. Nail 11. Sonra ada görə kim gəlir? Salih gəlir yəqin, hə? Bəli. Salih. Neçə yazar yanına? 21. Mənim 21 yaşım yoxdur. Niyə özüm zaman göstərəm? 22-dir mənim yaşım. Salih 22. Sonra Vahid. Sonra Zeynəb. Vahid 12. Zeynəb 8. Bunu bir dənə yadda saxlayaq belə. Özümüzün elə ki, özümüz belə təxmin elədik. Bax, düz təxmin elədik, ya səhv təxmin elədik. Necə yazıb? Birinci kim yazıb? Bax, Fərid 14, İbrahim 13. Baxın, düzdür ya səhvdir? Oxuyun bunu. Düzdür? Mənim düzdür. Eyni. də. Deməli, map nəyə görə sortlayır? First-a görə yoxsa second-a görə? First-a görə yoxsa second-a görə? Yəni ada görə sortladı yoxsa yaşa görə sortladı? Ada görə. Ada görə. Ad first idi yoxsa second idi? Ad first idi yoxsa second idi? First. First Mən idi. first. First. Deməli map nəyə görə sortlayır? First-a görə. First-də yaş olsaydı, məsəl üçün first-də yaş olmaq bir sənə deməkdir. Tutaq ki, M22 bərabərdir Salih yazsaydım. İndi yaşa görə sortlayardı, yoxsa ada görə sortlayardı, əgər belə getsəydim. Mən yaşa. Aha, çünki bax, elə bil ki, bu First kvadrat watch. Ay sol, hə, kvadrat mütəzənin içərisində nə varsa o first olur. First olur. İndi bir yax kvadrat mütəzənin içində string var idi. Yəni o kvadrat mütəzənin oradakı içində şey sortur. Hə. Və oradakı ilə bərabərliyin birinci tərəfində o Hə, bu nəzərdə tərəfləri tutulur. dəyişsən elə bil ki, indi ada görə sortlayırsa bir yax yaşa görə sortlayardı. Yaşa görə sortlayanda da az yaşlıdan yüksək yaşlıya görə. Amma yaşa görə sortlasaydı 12-yə, məsələn M12 bərabərdir Mehman yazırsan, M12 bərabərdir Vahid yazırsan. 12 səncə Mehmanı nəzərə alar, yoxsa Vahidi, yoxsa axırıncı yazanı əgər elə yazsaydıq, dəyişdirsəydi, tutaq ki, dəyişdirib belə yazsaydın. M12 bərabərdir Mehman yazsan, sonra M12 bərabərdir Vahid yazsan. İndi 12 Vahid olar, yoxsa Mehman olar, yoxsa hər ikisi olar? Vahid olar. Vahidir. Vahid. Çünki ən sonuncu nədirsə o, düzdür? Hə. Deməli, ada görə sortladı. Ada görə sortlayanda da nə oldu? Yanına da yazdı. Bax, yanındakı ədədləri sortladı, yoxsa sadəcə adamın adına gəldi. Məsələn, Fəridin yanında 14 var idi. Həmişə buna bitişik olaraq qaldı, hə? Yoxsa yox? Vahidə 12 yazıbsa, Vahid burada da 12 olmalıdır. Salihə 22 yazıbsa, Salih burada da 22 olmalıdır. Yəni, bunlar bitişik qalır, yoxsa yaşlarda sortlandı sizcə? Xeyr, kiçik qalırlar məndə. Hə? Sadəcə stringlər Ay, sol, hə. sortlandı. Pairdə bax, pair cüt deməkdir. Cüt o deməkdir ki, first hansı tərəfə gedirsə, first. Hansı tərəfə first gedirsə, second da onun dalınca düşür. Elə second da onun yanındadır həmişə. Ayrılan deyil də. Pair nə deməkdir? Cütdür. Bunlar ayrılmır, qalırlar bir yerdə. Yəni mən Salih 22 yazmışamsa, bu mütləq Salihə 22 deyəcək. Başqa bir ədəd deməz. Hə, indi Salihi başqa bir ədədə bərabərləsən, onu da deyərik. İndi hələlik 22 idi də burada. Fərdə həm 9 yazmısan, həm də 14 yazmısan. Amma belə yazsan hansı nəzərə alar? Belə yazanda, bax bu. 9 yoxsa 14-dür hal-hazırda Fəriddə. Fərid 9-a bərabər. İndi 9-a bərabər olar. Onda da 14-ün yenə 9 olardı. Başa düşdük. Pairin yerinə bax bunu da yazmaq olar. Pair string intin yerinə bir dənə dəyişən var, adı autodur. Məsəl üçün tutaq ki, bax auto i bərabərdir salam. Bu dəyişənin tipi nə olar sizcə?
auto yazmışam. Auto bilsən nə edir? Avtomatik olaraq tipi bəlli edir. Bu dəyişənin tipi nədir? Stringdir. Düzdür? Məsələn, auto i bərabərdir, tutaq ki, k. Bu dəyişənin tipi nədir? Nə deyirlər buna? Tək dırnaq olanda. Char. Yəni, auto bilsən nə edir? Dəyişənin tipini özü başa düşür. Hansı dəyişən tipi olursa, həmin dəyişən tipinə çevirir özü. Anlada bildim nə demək istədiyimi? Auto nə edir? Tutaq ki, auto i bərabərdir 5. Bu hansı dəyişəndir? Int. İndi long demək istəyirsən, long budur. I bərabərdir 5 ll. ll deyəndə long olur. Yəni auto nədir? Nə başa düşdünüz? Auto nədir? Dəyişən tipini müəyyən edir. Özü bəlli edir də, yəni özü başa düşür. Burada auto i bərabərdir m yazanda gedir m-in içinə baxır. M-in içində nə var? String int. Özü nə başa düşür? Pair string int. Yəni məpi gəzəndə ya pair içindəki bunu yazacaqsan, ya da ki auto yazacaqsan birbaşa. Mən auto ilə gəzəcəm də buradan sonra. Auto ilə gəzsəm özü başa düşür də, yəni elə deyim. Mən sual verə bilərəm. Ver. Bəs bunu saat versəyinə baş verər. Saat vermişik də. Necə? Auto. Hə, auto. String falan çıxacaq yoxsa? Yox, tipini yox. i.first, i.second olaraq. Auto elə bir ki özü başa düşür pair string int. Yəni bu bir yaxşı kimi eyni cavabı verəcək. Bir yaxşı kimi cavablar eyni olacaq. Yəni burada 9 eləmişdi, fərqi 9 verəcək də belə. Heç nə dəyişmir. Elə bir ki auto yerinə sən pair yaz, pair string int. Belə yaza bilərsən. Onsuz da bunun əsas çətin deyil ki, map'in içində nə yazmısansa, map'in içində nə yazmısansa, qırağına bir dənə pair yazırsan, gəzirsən. Düzdür? Ya da ki auto yazsan, daha qısa olur da, elə o da olur. Hansı daha rahat? First nədir? Birinci tərəfidir, second ikinci tərəfidir. Elə bunları başa düşsək kifayət eləyər məncə. Belə bir söz deyim. Bax, başqa bir adlar yoxdur. Dünyada o qədər ad var ki, amma başqa adlar yoxdur, yalnız bu adlardır. Deməli, nə başa düşdük? Map hansı adlara toxunubsa, həmin adlar var mapdə. Toxunubsa bilsə nə deməkdir? Hansı adları yazmışam? Salihin, Ali, İbrahimi, Mehman, Vahid, Fərid, Zeynəbi. Yalnız bu adlar var. Tutub bura Ali yazmayıb tutaq ki. Belə bir şey Ali yoxdur. Nə olsun ki Ali adı var, amma məndə yox idi o Ali adı. Jurnalımda Ali adı yoxdur. Yəni map o deməkdir ki, səndə hansılar varsa yalnız onları yadda saxlayır. Məsəl üçün, izləyim bir dəqiqə, səbiləm. Bir dənə gəl bunun map'in belə versiyasını eləyim. Hər bir ədəddə nə qədər var soruşum. Massivdə hər bir ədəddə nə qədər olduğunu yazmağa çalışaq. Massivdə hər bir ədəddə nə qədər var. Bu massivi daxil edirəm. Massiv belə daxil edirəm. A, int deməsəm də olar onsuz da. Int x, x++. Bir də belə. Map'in adındakı count deyirəm. Count saymaq üçün. Dediyi adətən saymaq üçün istifadə olunur. Count x++. Bax, başlanğıcda count x-in qiyməti nədir? Int yazanda sizcə hansı ədəd olar? Bir dənə ədəd deyir başlanğıcda. Hansı ədəd olar başlanğıc qiyməti? Bütün, məsələn, 0 olar da. İndi elə deyirəm. Bax, unutma. Tutaq ki, hələ heç bir yoxdur, heç bir şey yoxdur. Count mən 5 versəm, error verməyəcək, səhv olmayacaq. Amma hansı ədəd verər sizcə? Başlanğıc qiyməti nə idi? Count 5 versəm. 0. 0 idi. Hə. Deməli, saymaq üçün necə edirəm? Count x++. Bilsən nə deməkdir? Tutaq ki, x-in indeksini tapsan, həmin indeksdəki deməkdə 1 vayda artırsan. Məsələn, count 5-in qiyməti 0 idisə, mən x-i 5 olaraq gördümsə, indi count 5 neçə olar? Plus++dan sonra 1 olar. Bir dənə də 5-i görsəm neçə olacaq? Count 5 2 olacaq. Bir dənə də 5-i görsəm 3 olacaq count 5. İndi map'i gəzək. Necə gəzirdi map'i auto ilə deyin görək. Auto i 2 nöqtə şey. Count dedi, map'in adı. Count. Map'in adı count. i.first bir dəqiqə. Bax, özümdən ədədləri yazıram. Bax, bilsən necə? Ədədi yazacaq və sayını yazacaq. Ədədi yazıb sayını yazacaqsa nəyə görə sortlayır? Firstə görə sortlayır, yoxsa second'a görə sortlayır? Deyin bir dənə də. Firstə görə. İndi sizə ədədin özü firstdədir, yoxsa second'dadır?
Bir ədədin özü var, sayı var. Sizcə ədədin özü hardadır, yoxsa sayı hardadır? Hansı firstdədir, hansı seconddadır? Ədədin özü firstdədir, sayı seconddadır, yoxsa ədədin sayı second hansı olar sizcə? X nədir? Ədədin özüdür, yoxsa sayıdır? Öz e, X ədədin say özüdür, yoxsa X ədədin özüdür. özüdür? Ədədin özü X-dir, count X-dəki ədədin sayıdır da. Firstdə ədədin özü olur, secondda ədədin sayı olur. Ədədə görə sortlasam, ən kiçik ədəd nədir burada? 6 sayıdır sadəcə, 6-nı başa bıraq. Ən kiçik ədəd nədir burada? 1. 1. Nə verəcək sizcə birinci sətirdə? 1, 1. 1, 1 niyə deyirəm? 1 və sayı. 1-in sayı nə qədərdir burada? Bir dənə. 1, 1. İkinci sətirdə nə verər? Ən kiçik ədəd hansıdır başqa? 2 3 verməz. 2, 3 yox, 3, 2 verəcək. Ədədin özü sonra sayı. 3, 2, sonra 4, 3. 1, 1, 3, 2, 4, 3. Bir dənə yoxlayaq. İndi düzdür, burada sayını elə yazmışam ki, başqa bir dənə belə bir şey deyim, gözlə. 6, tutaq ki, 1, 3, 3, 2, 4, 1. Nəyə görə sortladı? Ədədin özünə görə yoxsa sayına görə? Mənim ədədin özünə görə. Ədədin özünə görə balacadan böyük. Niyə ədədin özünə görə? Çünki altlarda nəyə görə sortlamışdı? Birinci tərəfə görə. Birinci tərəfi nədir? First'ü ədədin özüdür. Second'ı sayı olur həmişə. Bax, fikir verirsən, 1, 3, 4 yazıb. Bəs 2 hanı? 2 var. 2 nə yazmayıb ki burada? 1, 3, 4 yazıb. 2 bir sənə deyirəm. Yəni, bir ədəd olaraq 1 var, 3 var, 4 var. 1-dən 4-ə qədər ədədləri niyə yazmayıb? 1-dən 4-ə qədər 2-ni unudub. Çünki mənim maksimumda 2 yoxdur. Ona görə dedim ki, bir adlarda da. Adlar, hansı adlara toxunmuşamsa, hansı adlar varsa, yalnız həmin adların məpdə var. Burada mən maksimumda 2 var heç? Yoxdur. Aydındır nə demək istədiyim? Hansılar varsa, məpin sayısı nə olar sizcə? Məpin sayısı 1 dənə, 2 dənə, 3 dənə olar. Məpin sayısı 3-dür. Hansı ədədlər? Neçə dənə fərqli ədəd var məndə? 3 dənə fərqli ədəd var. 1, 3, 4. Məpin də sayısı 3-dür. Başa düşdük? Məsələn, bir dənə belə bir şey yazım. Gözləyin. Gör nə verir? 1, 3, 3, 2, 4, 1, 101. Bəs mən burada 100 yazmışamsa, 4-dən 100-ə qədər ədədləri niyə yazmayıb? Hə? Massiv olsaydı 4-dən 100-ə qədər ədədləri yazardı, amma map yazmadı. Çünki nəyə görə? Hansılar varsa, yalnız həmin elementlərə baxır map. Massivdə hansılara elə bir ki, mapdə hansını çağırmışamsa, başa düşdünüz nə demək istədiyimi? 99-u çağırmışam mapdə? Yox. Ya da 90-ı, 80-i çağırmamışam. Yalnız 4-ü və 100-ü çağırmışam, elə bil ki, map üçün. Yaxşı, məsələdən bəzən eləyək. Baxın, nə var burada? Qutarmağa çalışaq. D məsələsi. D məsələsində deyir ki, speed boy öz adını qoymuşam buna. Bax, tutaq ki, kontaktda adamların adlarını qeyd etsən telefonda. Diqqətlə baxın. Adamın adı Alidir. Kontaktında Ali adında heç bir ad yox idi. Qeyd elədin, okey. Bu adda adamı yazdın. Salih adında kontakt bilsənə yəqin nə demək istədim. Telefonda zənci kutusunda. Salih, bu təzə addır, okey yazdım. İkinci Salih gələndə bunu necə olaraq yadda saxlayıram? Salih 1. Salih 1 yazdım, indi burada Salih 2 yazmayıb, 1 yazıb. Çünki bundan əvvəlkini Salih olaraq yadda saxladı. Bunu Salih 1 olaraq yadda saxladı. Şərtdə başa düşdüyü nə demək istədiyini, input output'a baxın. Şərtə adı yoxsa yox. Ad təzədir sənə yazıram. Mən başa düşdüm. Ad təzədir sənə. Ad təzədirsə okey yazır. Əgər eyni adsa qabağına rəqəm qoyur. 1, 2, 3. Hə. Eyni addısa bundan əvvəl nə qədər var idi? Məsələn, ikinci Salih yazanda bu Salihdən əvvəl nə qədər Salih var idi? Bir dənə. Onca nə yazıram? Salih 1. Üçüncü Salihdən əvvəl nə qədər Salih var idi? 2 dənə. Onda nə yazıram? Salih 2. Başa düşdük? Necə yazarıq sizcə? Maplə də saymaq üçün, düzdür? Stringi nə ilə sayarıq? Maplə. Multiset stringdə olar, amma ən yaxşı mapdə. Gəl yazaq. Sağlam alınır. Sağ.
Yox, yox, gözlə. Count is-in qiyməti, başlanğıc qiyməti nə olurdu? Hansı dildə olurdu başlanğıc qiyməti? Yoxdursa. Başlanğıcda 0. 0. Əgər bu 0-dırsa, mənim kontaktımda yoxdur. Onda həmin adda nə yazıram? Count. Ok. Varsa nə yazırdım? Count is o deməkdir ki, bundan əvvəl nə qədər var idi? Bundan əvvəl nə qədər var idi? Is və count is. Is və count is bir sənə deməkdir. Bax. Is nədir burada? Tutaq ki, Salih. Buradakı Salihə gələndə, buna gələnə qədər nə qədər Salih vardı yuxarıda? 2 dənə. Onda bura nə yazacaq? Salih 2. Başa düşdünüz? Və bir dənə də count is'i artıraq. If else-dən sonra. Aydındır necə dedim? İndiyə qədər təzə addısa, yoxdursa, okey yazıram. Yoxsa ki belə. Olub olmadığını başqa üzrə tapma olar, belə count olaraq da. Amma hələ belə başa düşün elə. Yoxsa 0-da, yoxsa varsa da saymaq üçün nə deyirik? Plus plus edirəm. Count nədirsə plus plus. Çətin idi, asan idi. Asan idi. Count s nə idi? Sayı tapmaq üçün. Əgər yox idisə, okey. Yoxsa ki bundan əvvəl nə qədər var idisə, yanına bitişdir yaz. Yoxsa ki hər dəfə də yoxsa ki yox hər dəfə. If-də də else-də də fərq yoxdur. Hər dəfə də kontakta əlavə edirsən deyə plus plus yazmalısan ki, bu neçənci addır. Artıq ona görə başa düşəsən deyə. Yəni fərqli adı ya da ki neçənci ad olduğunu mütləq plus plus eləməlisən hər dəfə. Düzdür, düzdür. Bunun şərtini biraz dəyişdirmişdim. Gedim atım kodursa burada ata bilməm. Aydındır həlli. Keçiyor birisinə. Düşdüyü uşaqlar bu sonuncu məsələnin həllini. Başqa, bu nə qədər az əldir burada, başqa əllər. Hamı əlini qaldır, bir dənə hamıya çaq. Qəşək. Keçək, davam eləyək. Hansı idi? Dəqiqə. Bax, saymaq üçün haş məsələsi. Hərəsindən nə qədər var deyir. Eləyə bilərim məplə. Ondan nə qədər var? 0. 4-dən nə qədər var? 2 dənə. 2-dən nə qədər var? 1 dənə. Saymaq üçün ən yaxşısı nə idi dedim? Multiset idi, yoxsa map idi? Map idi. Multisetdə zaman limiti keçmişdi. Bunu multisetdə atmışdıq, zaman limiti olmuşdu. Yadınızdadırsa. Hə. Map yazıyıq. Gözlə map də yazmırlar, massivdə yazmırlar. Count array massivi. Amma yox, mən bura map yazsam. Yəqin hamı da yazım. Gözləyin. Mapdə necə yazam? Girişi bir dənə baxaq. Girişi belə deyil, bax. Dəqiqə səbirli olun. Girişdə massiv, sonra sualların sayı, massivin ölçüsü, sualların sayı, massivi, sonra suallar yazıb. Elə bir ki, giriş budur, bax. Int, map, int, count. Bırak x deyim. Sonra burada deyim. Count nə yazacağım? Count nə plus plus yazım? Neyiniyim? Sayını saymaq üçün. Saymaq üçün nə yazardıq? Count x plus plus. Ay sağ ol. Siyahut count x. Count x nədir? X-in sayıdır. Asandır, çətindir. Çox sadədir. Düzdür? Əgər məhvi başa düşdüysə, koda bax, neynədir? Bir dənə count x plus plus yazdım, bir dənə count x'in sayını verdim. Count x plus plus x'in sayıdır da sadəcə. Su. Düzdür. Koda bax, nə qədər oldu? Massivi daxil elədi. Massivin hər bir elementini x dedi. X'in saymaq üçün count x plus plus edirəm. Sual soruşanda da x'in yerine count x verirəm. Sayını verirəm. Count x x'in sayıdır da. Ona görə. Çox tez işləyir. Yəni, multisetdə zaman limit olmuşdu, amma mapdə keçir. Bunu da başa düşdük uşaqlar. Əla. Keçək. İndi 4-dən 5 eləməyəcəm bunu. Bu elə bir vektor məsələləridir.
Buraya qədər qutardı. Bir dəqiqə. Baxın ki, bunlar nə idi? 4C-nin elədi. Sat oradaydı, ona baxacağam. B-ni eləməyəcəm. B-ni onsuz da seti olaraq demişdik. Var ya da yox. Ümumiyyətlə, B-də deyir ki, bu ədəd var ya yox. Ədədin olub olmamağını necə taparam? Ədədin sayı nə olsa, sıfırdan çox olsa, düzdür? Məsələn, yuxarıdakı massivdə 84 var, yox. Yuxarıdakı massivdə 33 var, yox. Yuxarıdakı massivdə 10 var, hə. 82 var, yox. Yəni, sayını tapıram. Əgər sayı nə olsa, sıfırdan çox olsa, deməli var. Başa düşdünüz? Yazma ehtiyac var bunu. Bir yaxşının kopyası da elə. Yox. Yəni, ədədin olub olmadığını sayı sıfırdan çoxdursa yaza bilərsən. Hətta bura belə də yazma olar mapdə. Int tutaq ki, bool. Bool tutaq ki, varsa true eləyirsən bunu. Başlanıca false olur, varsa true, elə də yazma olur. Amma sayanda onsuz da sayırsan da, o da olur. Baxın ki, burada nə idi? Deyir, ədədləri yazıb, hər ədəddən nə qədər var yaz. 3-dən nə qədər var yuxarıdakı massivdə, deyir, burada. Neçədən 3 var burada? 4 dənə. 4 dənə. 1-dən nə qədər var? 2. 2 dənə. 2 dənə, 1 dənə. 1-dən 2 dənə var. 2-dən mi? 3 dənə. 5-dən 1 dənə. 1 dənə. Hə. Aydındır şərti nə deyir? Nəyə görə sortdadır? Ədədlərin özünə görə sortdasaydı 1, 2, 3, 5 yazardı. Ədədin özünə görə sortdası 1, 2, 3, 5. Bax, bilsən necə deyir? Sayına görə sortlayır. Yox, sayına görə yox. Məsələ deyir ki, ardıcılığı ilə. Elə bir ki, birinci hansı ədəd yazıb 3-ü, sonra hansı ədəd yazıb 1-i, sonra hansı ədəd yazıb 2-ni, sonra hansı fərqli ədəd yazıb 5-i. Başa düşdünüz necə? Bax, elementlərin sayını verir. Inputda elementlərin sayını bilirik ya, yox. Inputda demir elementlərin sayını. Əgər elementlərin sayını bilmiriksə, necə daxil eləyərik? Nə ilə daxil edirik? Elementlərin sayını bilmirsənsə. While-la. While sıfırdan başlayıb toplaya gedərik də. Amma məsələdə başa düşdünüz nə istəyir? Birinci, ilk yazdığın ədədi, sonra aydın da necə deyir, hə? Bəli, birinci 3-ü qeyd edirik, sonra 1-i, sonra 2-ni, sonra fərqli ədəd gələndə fərqli. Get girişi daxil eləyək. Int. Get bunu yıxaq vektora. Vektor. Daxil elədikcə, sin in elədikcə, bunu yıxın vektora, pushback eləyim. Sayını nə ilə tapırdıq? Map-lə. Ki, map-lə də tapaq. Soruş. Əl qaldırma, soruş. Count in plus plus. Yazıb. Hə. Keçək. Vektoru gəzmək olur da belə, düzdür? Vektoru belə gəzmək olur. Belə həm vektoru gəzmək, həm seti, həm də map-i, yəni hərəsini, ümumiyyətlə bütün hər şey gəzmək olur da belə, problem yoxdur. Vektoru elementlərinə baxıram. Sayını, bax sayını bilmişəm də count in plus plus. Elementlərin sayını bilirəm. Məsələn 3-ə 4 tapmışam. 3-dən 4 dənə olduğunu bilirəm, 1-dən 2 dənə olduğunu bilirəm. Amma bu ardıcılıqla istəyirəm. Bir dənə bax, 3-ü burada yazmışam da çıxışa. İkinci dəfə 3-4 yazmaya ehtiyac var. Birini yazmışamsa ikinci dəfə ehtiyac yoxdur, düzdür? Hə? Onda necə deyə bilərəm? Ehtiyac yoxdur, xeyr. Set yazım da, setdə. Əgər ilk dəfə görürəmsə, setdə olub olmadığını nə ilə tapırdıq? Setdə olub olmadığını. Find ilə də olardı, ya da ki count ilə də olardı, düzdür? Əgər Bəli, əgər sayı sıfıra bərabərdirsə, deməli yoxdur. hə, nida s count. Nida s count nə deməkdir? Sayı sıfıra bərabərdirsə. Yoxdur. Yoxdursa nə edirəm? Bunun sayını verirəm, count i-ni. Sonra setə əlavə edirəm. Yox, ədədin özünü verirəm, sonra sayını verirəm. Ədədin özü boşluqla sayını verirdik də. 3 4 elə. Sonradakı count i. Müəllim, orada C++ seçimi yoxdur. Başım bırax orada birini bir atanda görərsən. O başqa saytdır. Əsas odur ki, məsələn həllini yazar, lap kodu ata bilməsən belə də. Ev yox. Count i-ni neçə eləyirəm? Heç də dəyişdirmirəm. Hə, setə insert edirəm. Seti nəyə görə yazdım sizcə uşaqlar? Seti nə üçün yazdım? Bir ədədi 3-4-ü 2 dəfə çıxışa verməyim deyə. Başa düşdünüz? Əgər multiset yazsaydı, amma çoxlu çıxışa verəcək. O multisetdə count geciş deyir. Ona görə multiset yazmadıq. Başa düşdün necə? Time limit. Ola bilər də, hə, ona görə. Yəni seti ona görə yazdım ki, mən 3-lərdən yalnız birini çıxışa verim. Aydındır necə dedim? 3-4-dən, 2-lərdən yalnız birini. Bax, birinci deyirəm neynədim. Giriş ədədlərin sayını bilmirəm. Nə ilə daxil edirik? While ilə daxil edirik. While ilə daxil edikdən sonra yığdım mən bunu vektora. Pushback-lə vektoru yığdım, vektoru gəzirəm. Əvvəldən axıra qədər. Gəzib nə deyirəm? Əgər
elementi ilk dəfə görürəmsə, elementin özünə sayını çıxışa verim və elementi əlavə edirəm setə. Elementi setə əlavə edeyim ki, ikinci dəfə daha verməyim də bu elementi çıxışa. Göstərmir ekranınızı. Ekranımızı görmürsən? Müəllim faiz nədir? Faiq deyilsin, ay faiq. Gözləyin uşaqlar, gözləyin. Səbirli olun. Səsimi deyil. Görürsünüz ekranımı. Bəli, müəllim. Yəqin ki, başa düşdünüz yazdığımızı, ki, yoxlayaq. Hə, burada mən proqramı dayandırmaq üçün bunu bilməm hansı şeylə dayandırırdıq. Məsələn, bunu kod bloksumuzu burada yoxlayanda bilmirəm burada nə ilə dayandı? Ctrl-C idi, nə idi? Yox, Ctrl-C ilə tamamilə Ctrl-X idi, nə idi burada? Bir dəqiqə. Bunu belə eləyəcəm, öz kod bloksumu yoxlayıram. Çünki burada istənilən qədər sonsuz olan da proqramı dayandırmaq istəyir. Proqramı dayandırmaq üçün kod bloksu Ctrl-C idi səhv eləmirəmsə. Bir dəqiqə. Ya da hə. Yəni ki, tekst olaraq yapışdıraq. Girişi tekst olaraq yapışdırsam, o da düzgün olar. Tekst olaraq bax. Yapışdırdım, run eləyirəm. Cavabı verəcək indi mənə. 1 2 2 3 3 3 5 1. Səhv verdi. Gözlə niyə səhv verdi? Hə, sinin yazmışam. Heç başını bıraq. İndi düz verəcək. Int n sinin yox, yalnız while sinin də verməlidir. Hə, 3 4 1 2 2 3 5 1. Düzdür uşaqlar? Düzdür. Başa düşdüyün neynədik? Set əlavə eləyib. Kimin sualı var? Əlinizi qaldırmayın elə olanda. Sual soruşun. Submit eləyək. Sualın şərtini anlamadım. Sualın şərti deyir ki, hər ədəddə nə qədər var? 3-də nə qədər var? 4 dənə var 3-də. Bəli. 1-dən 2 dənə var. 2-dən 3 dənə var. 5-dən də 1 dənə var. İndi deyir ki, çıxışa belə yaz. Birinci hansı ədəd yazmışam girişdə? 3-ü. Sonra hansı ədəd yazmışam girişdə? 1-i. Sonra hansı ədəd girişdə yazmışam? 2-ni. Sonra 2-ni ikinci dəfə yazmaya ehtiyac var. 2-yi 3-ü vermişəmsə artıq. Yox. Başa düşdünüz sualın şərti nə deyir? Yox, sualın şərti. Anladım ben. Hə, indi deyir ki, mən bunu neylədim? Girişi istənilən qədər verirəmsə, while sinindən girişi daxil edirəm. While sinindən yazmada ədədin sayı istənilən qədər olsa da girişdəki hamısını daxil edir. Vektoru əlavə elədim. Vektoru elə bil ki, bir dənə massivə yığdım. Vektordur. Count-una maplə nəyi tapıram? Bu elementlərin sayını tapıram. Seti nə üçün istifadə edirəm uşaqlar? Kim deyə bilər? Seti nə üçün istifadə edirdik bu məsələdə? Hansı məqsədimiz üçün? Niyə setdən istifadə edirdik? Hansı məqsədimiz üçün? Çünki 3-dən nə qədər var idi? 4 dənə. Amma 3-4-ü neçə dəfə yazdım? Bir dənə. Bir dəfə yazmaqdan təbii. Hə, bir dəfə bax. Bura bax, bir dənə deyirəm. 2. Mən burada 2-ni gördüm. Amma mən burada 2-ni çıxışa vermişəmsə, daha bu 2-ni çıxışa verməyə ehtiyac var? Xeyr. Xeyr. Yəni birinci 2-ni çıxışa vermişəmsə, ikinci 2-ni çıxışa verməyim. Setə əlavə eləyim. Əgər setdə mən bunu əlavə eləməmişəmsə, deməli təzədir. Yox, əlavə eləmişdimsə, deməli əvvəlcədən siyahut vermişdim onun haqqında məlumatları. Başa sala bildim. Düzdür? Başa düşdünüz set nə üçündür? Set olub olmadığını baxmaq üçün vektor topladı sadəcə. Map də sayını tapır. Bax, hərəfin öz görəvi var, məqsədi var. Vektor ədədləri özünə toplayır. Count sayı setdəki olub olmadığını baxmaq üçün. Yəni bu təzədir yoxsa köhnədir? Bu atırdıq. C++ var da C++ 11. Başqa saytdan da. Müəllim sizdə Visual Studio yoxdur? Yox, VS Code var ya, amma orada istifadə eləmirəm. Kod bloksuda yazıram, yazanda. Bir dənə ki, online compiler da sizə elə bir ki, belə böyüdəndə qəşəng böyüdür də. Kod bloksu o qədər böyütmür. Ekranı. Özüm kod bloksu istifadə edirəm, adətən çox vaxt. Yəni, belə uşaqlara başa salanda online compiler deyirəm ki, ekran böyüdüm, rahat olur deyə. Düzgün oldu deyəsən, hə? Hansı idi? F, hə? Düzgün oldu.
Aydındır uşaqlar necə yazdıq? Hələ. Baxaq görə başqa hansı vardı. Eyni məsələsini yazmayacağam. Eyni yazmayacağım, özüm bilirəm o çətindir deyə. Hələ ehtiyac yoxdur, lazım olsa. Orada bəzi şeylər var ona görə. Lower bound, upper bound deməmişəm ona görə. Hələlik ehtiyac yoxdur. C-də nə deyir? Baxaq görək. C-də deyir ki, bir dənə söz deyim. Hamınız yəqin ki, WhatsApp istifadə edə bilirsiniz də. Sənə birinci, tutaq ki, WhatsApp'dan yazdı, Alex yazdı sənə birinci. Sonra İvan yazdı. Sonra Roman yazdı. Sonra İvan təzədən 2 dənə mesaj, ikinci mesajı da atdı. İndi WhatsApp'ı açanda birinci kimin adını görəcəksən yuxarıda? Birinci Alex yazıb, sonuncu İvan yazıb. Sənə WhatsApp'ı açanda birinci ilk yazan adamın adını yazır, yoxsa son yazan adamın adını? Sonra yazan müəllim İvan. Son yazıyor. İvan yazır. Ha, birinci İvan'ı yaz. yuxarıdan adlar necə görürsən necə? İvan, sonra Roman, sonra təzədən İvan olacaq, yoxsa Alex olacaq? İvan adını 2 dəfə göstərər, yoxsa elə eyni yerdə göstərər? Alex olacaq müəllim sonra. Aynı yerde olur mu? Alex olur. İvan, Roman, Alex. Hə. İndi təsəvvür WhatsApp-ın açdı, sənə bunlar yazdı. Birinci Alina yazıb, sonra Maria yazıb, sonra hə. Nəsə inandırıcı gəlmir. İndi birinci kimin adını yazacaq? Bu ilk yazanda, bu da son yazanda indi tutaq ki. Alina. Sonra Alina oluyor. Maria. Ben Hə, odur. Anladınız nə demək istəyir şərtdə, hə? yani sonuncu hemşire şey olur. Bir de Ay, sonra. aynı. Deməli, Yanında ən yuxarıda kimin adı görsəndə WhatsApp-da? Sonuncu yazan. Və adamın adını 2 dəfə yazır, yoxsa bir dəfə yazır? Neçə dəfələrlə mesaj atsa da. bir defa. Bir dəfə. Bir dəfə. Başa düşdüyün eyni idi. Masivi tərsinə gəzirəm, setlə baxıram ki, mən bunu görmüşəm ya görməmişəm. Başa düşdünüz? Yazmağa çalışaq bunu da. Anladım. Zayaskaya baxıram hə, var elə. indi deyəcək. Bunu laf vektor deyəcəm özüm bilərək. Tərsinə çevirmək reverse-dür, reverse olar. Amma indeksə gəl tərsinə gəzək. İndeksi tərsinə gəzsən ən böyük indeks nədir? N çox 1-dir. 0-a qədər düşənə qədər gəzirəm. Nə deyirəm? Əgər mən bunu görmüşəmsə ya da görməmişəmsə set-dən deyirəm. Set string s. Setin adı s-dir. Əgər görməmişəmsə nə olur? Nida s count ai. Nə deməkdir bu? Tərcüməsi nə deməkdir bu if-in? Əgər nədirsə? Nida nə deməkdir nida? Deyilsə. Setdə yoxdursa. Düzdür? O deməkdir, hə? Setdə yoxdursa. Setdə yoxdursa çıxışa nə verirəm? A-ini verirəm. Düzünə gəzirəm, tərsinə gəzirəm. Fora bax. Tərsinə gedir. Yuxarı. Çoxdan az. Hə. Tərsinə. Seti nə üçün istifadə elədik? Hər addan bir dənə vermək üçün, düzdür? Hər addan bir dənə yazmaq üçün seti istifadə edik. Yəni nida o deməkdir ki, indi burada bu deməkdir də, bərabərdir 0. Asan idi, çətin idi. Asan idi, hə? Yəqin ki. Gəzirəm, seti əlavə edim. Seti nə üçün əlavə elədim? Hərəsindən bir dənə vermək üçün. Bir dənə gözləyin, kodu yoxlamaq üçün. Düz olacaq elə. Gözləyin. Ataq. Bu da sonuncu məsələmiz olacaq. O birisi məsələni özüm bilərək yazmıram, qalsın.
Şimdi necə elədik? Tərsinə gəzdik. Mən bunu görmüşəmsə, daha doğrusu təzədirsə yazıram adına, çıxışa verirəm. Təzə deyilsə, deməli bunu WhatsApp-da yazmışam da adına. Təzədən ikinci 3 dəfə mesaj atsın, yenə də bir adı olaraq yadda saxlayacaq. Şey. Sen de izleyebilirsin. Tam Eləyim, anlamadım bax. ben kodu. İşarəti başa düşmüşdün, düzdür? İşarəti anlamışdın. Ben. Vector string dedim mən buna. Vector da deyə bilərəm, massiv də deyə bilərəm. Vector yazandan sonra bunu reverse eləyə bilərdim. Reverse desəm, reverse A-begin A-end deyərdim. Ya da ki, formdan tərsinə gəzmək deyil. Müəllim, bəs orada yazılıdır type. Yuxarı görün, yuxarı. Hə. Orada type yazılıdır. Type nədir? Onun başını bıraq. Bu iki sətir sürətləndirmək üçündür, onu önəmsəmə. Giriş-çıxışı sürətləndirmək üçündür bu iki sətir. Hə. Deməli, bax, en çıx 1-dən 0-a qədər azıla-azıla. Yəni, mən bunu necə gəzdim? Yuxarıdan aşağı, yoxsa aşağıdan yuxarı tərsinə? Yukarıdan aşağı. Yəni, daha doğrusu belə deyirəm də, aşağıdan yuxarı, düzdür? Hı. Belə gəzdim də, düzdür? Bu nədir deyil? Aşağıdan yuxarıda, tərsinə. Tərsinə gəzdim. Tərsinə gəzdim. Niyə tərsinə gəzdim? Çünki birinci mesaj yazan yuxarıda görsənir, yoxsa sonuncu yazan? Sonuncu yazan. Sonunda yazın. Sonuncu yazan en yukarı. S-count A0 nə deməkdir? Mən bunu ilk dəfə görürəmsə. Aydındır nə deməkdir ilk dəfə? Məsəl üçün, Müəllim, səbir ol, sözümü deyim, deyəcəksiniz. inputu harda yazırıq, output harda yazırıq. Input burada, output burada. Necə yəni input harda, output harda? Çatmadı nə demək istədim? Input haçan işlənir, output haçan işlənir. Bax gör, bir dəqiqə sözümü başa düş, sonra danış. Bax, input budur. En adamların adıdır. En adamların sayıdır, A-dəki adamların adıdır. Massivdə n dənə adam var da. Vektor olaraq yazdım. Vektor da massivdir də. Sonra tərsinə gəzirəm. Tərsinə gəzib. Çünki son mesaj yazan öndə olur axı. Deyirəm, əgər bu təzə addırsa, görməmişəmsə, təzədirsə. Təzədirsə nə edirəm? Çıxışa adamın adını verirəm. Və seti əlavə edirəm. Yəni ki, setdir. Setə niyə əlavə edirəm adamın adını? Çünki ikinci dəfə eyni adamın adını verməyim deyə. Set fərqli olanı tutmaq üçündür. Fərqlidirmi? Setdə onu o məntiqlə istifadə edirəm. Fərqlidirmi yoxsa yox? İndi başa düşdün nə dediyimi? Kim soruşmuşdu? Kodu başa sal deyə. Kim soruşmuşdu kodu başa sal deyə? Başa düşdünüz də yəqin dedim. Nail. Hə. Başqa sualı olan var bunlardan? Map də dediyi nə üçündür? Map də adətən saymaq üçün istifadə olunur. Gördünüz də yəqin, çətin bir şey yox idi yəqin ki. Çalışdığım qədər asan deməyə çalışdım. Başqa sualınız var uşaqlar, ümumiyyətlə bu mövzuya aid? Hayır benim. Yaxşı onda. Şahsen benim yok. Sağ olun uşaqlar onda. Dərsimiz tutardı. Sağ olun. Sağ olun benim. Sağ ol müəllim. Sağ olun. Sağ olun. Sağ olun benim. Sağ olun müəllim. Sağ olun. Sağ olun.